1918-ci il 309 nəfərlə dolu nəhəng bir gəmi okeana çıxır və bir daha heç kim onu görmür. 1945-ci il 14 pilot havaya qalxır və son mesajları isə belə olur: Biz istiqaməti itirmişik. Bəs görəsən bu sadəcə bir təsadüfdür, yoxsa bu bölgədə həqiqətən də nəsə var? Bu sir düşündüyünüz qədər qədim deyil, çox yaxın keçmişə aiddir. Bermud üçbucağı anlayışı ilk dəfə 1950-ci ildə ABŞ qəzetlərində ortaya çıxdı. 1964-cü ildə isə bu zona artıq sirli yoxa çıxmalar bölgəsi kimi qələmə alındı. Amma bu fenomeni bütün dünyaya yayan bir adam var idi. Charles Perrault 1974-cü ildə yazdığı bir kitab var idi. The Bermuda Triangle, Bermud üçbucağı. Bu kitab 20 milyondan çox, təsəvvür edin, satış oldu və bütün dünyada bu əfsanəni, bu mifi məşhurlaşdırdı. Mart 1918-ci il. ABŞ donanmasına məxsus United States Cyclops 309 nəfərlik bir ekipajı var idi. Barbadosdan yola düşmüşdü. Deyilənlərə görə heç bir problemi yox idi. Və sonra isə tamamilə səssizlik. Heç bir SOS siqnalı yoxdur, heç bir qalıq izlərinə rast gəlinmədi və hətta okeanın üzərində yanacaq izi belə tapılmadı. Bu hadisə ABŞ tarixində ən böyük müəmmalı itkilərdən biri idi. 5 dekabr 1945-ci il 5 bombardıman təyyarəsi havaya qalxır. Onların missiyası isə sadəcə təlim idi, təlim uçuşları idi. Komandir Charles Taylor və 14 pilot havaya qalxırlar və qeydlərə əsasən hava şəraiti normal idi, marşrut isə çox aydın görünürdü. Amma sonra qəribə radio mesajlar gəlməyə başladı. Kompaslar işləmir, cihazlar sözümüzə baxmır, biz hardayıq bilmirik. Araşdırmalara görə pilot səhvən öz mövqeyini səhv müəyyən etmişdi. Florida Keys əvəzinə Baham adalarını səhv salmışdı. Yəni Florida Keys əvəzinə Baham adalarını səhv salmışdı. Və təyyarələr açıq okeana üz tutdular, yönləndilər və əlbəttə ki, müəyyən bir zamandan sonra onların yanacaqları bitdi və təyyarələr suya qeyb oldu. Onları axtarmaq üçün isə havaya qalxan 13 nəfərlik xilasetmə ekipajı var idi və maraqlısı odur ki, bu təyyarədə yoxa çıxdı. Digər bir hadisə Star Tiger 1948-ci il 31 nəfərdən ibarət olan Britaniya sərnişin təyyarəsi idi. Bermud adaları yaxınlığında yoxa çıxdı. Digər bir hadisə DC-3 1948-ci il. Puerto Rico'dan Miami'yə yola çıxdı. 32 nəfər sərnişini var idi. Birdən-birə siqnal kəsildi və tamamilə yoxa çıxdı. Star Ariel 1949-cu il deyilənə görə hava aydın idi, heç bir problem yox idi və qəfil yoxa çıxdı. Bu hadisələr artıq qorxunu əfsanəyə və mifə çevirməyə başladı. Bilirsiniz, ümumiyyətlə insanlar nəyəsə cavab tapa bilməyəndə hekayələr yaradır, özündən nəsə uydurur və bu hekayə də belə başladı. Bəziləri yad planetlərə inanır, yad planetlər nəzəriyyəsini irəli sürür, gəmilərin, təyyarələrin qaçırıldığını, oğurlandığını deyir, insanları isə sınaq üçün apardıqlarını söyləyir.
Bir çoxları isə yoxa çıxmış Atlantida, yəni Atlantis nəzəriyyəsini irəli sürür və sanki orada batan o qədim texnologiyalar o qədər güclü bir enerji sahəsinə malikdir ki, bütün elektron cihazları sıradan çıxardır və gəmiləri, təyyarələri batırır. Bir çoxları isə zaman qırılmasına, time warp-a inanır. Yəni sanki orada bir portal əmələ gəlir. Bəzi pilotlar məsələn vaxt dəyişkənliyindən də bəhs edir. Bunu onunla əlaqələndirirlər ki, məsafə qısalır və ona görə də bəzən itmiş gəmilər və batmış təyyarələr tamam başqa bir yerdən tapılır. Bir çoxları isə ABŞ-ın orada gizli hərbi testlər keçirdiyinə inanır. Bu sanki o 51-ci zona teoriyasına da oxşuyur. Yəni ABŞ gizli eksperimentlər aparır, insanlardan və hər kəsdən bunu gizləyir. Bu da bir variant ola bilər. Elm isə əslində daha sadə bir cavab verir. Birincisi naviqasiya səhvləridir. Bəzən, məsəl üçün Fly 19-da olduğu kimi, hadisə bəzən bir insan səhvi çox böyük bir fəlakətə yol aça bilər. Hava şəraiti. Atlantik okeanı nə qədər sakit görünsə də ani şəkildə fırtınalar çıxa bilər, tsunamilər baş verə bilər, yüksək dalğalar əmələ gəlir və qəfil dəyişən küləklər əlbəttə ki, müxtəlif hava və su cərəyanlarını da unutmaq lazım deyil. Digər bir elmi fakt isə metan qazının, orada çıxan metan qazının olmasıdır. Dənizin dibindən metan qazı çıxır və suyun sıxlığını azaldır, böyük qaz balonları yaradır, gəmilər isə birdən-birə buna görə batır. Mənim variantlarımdan biri isə texniki nasazlıqlardır. Köhnə təyyarələr, yanacaq problemləri, artıq yük, insan səriştəsizliyi, təhlükəsizlik texnikasının ciddi şəkildə pozuntuları. Bu əslində ən böyük səbəblərdən biri ola bilər. Araşdırmacı Larry Kush uzun müddət bu məsələni araşdırdı. Mən də bu materiallara əsaslanaraq bu mətni hazırladım. Bermud üçbucağı istehsal olunmuş bir mifdir. Yəni hadisələrin çoxu həddən artıq şişirdilmiş, bəzi məlumatlar səhv təqdim olunmuş, bəziləri isə ümumiyyətlə uydurulmuş və təbii ki, pressanın sayəsində yayılmışdır. Bilirsiniz, çünki sir yaxşı satılır. Qorxu hər zaman insanlarda maraq doğurur. Ümumiyyətlə insanlar bilinməyəni çox sevir və ona maraq göstərir. Cavabsız sualları isə həmişə biz insanlara çox cəlbedici gəlir və bu da yaxşı satılır. Bermud üçbucağı bəlkə də sadə bir təhlükəli zonadır. Ya da elmə məlum olmayan hansısa bir təbiət hadisəsidir. Ya da bizim nə vaxtsa öyrənəcəyimiz müəmmadır. Bu sualı sizə verirəm. Bu bir mifdir, yoxsa bizdən gizlədilən hansısa bir həqiqət var? Siz nə düşünürsünüz? Öz fikirlərinizi yazın. Belə videolar sizə maraqlı gəlirsə, kanala abunə olmağı və bu videonu bəyənməyi unutmayın. Növbəti maraqlı videolarda görüşərik. Hələlik.